Çalay müştəri. Müştərilərin cibində pul yoxdur. Naxçıvanda köhnə bazara gəlmişik. Şahbuzun Qızıl Qışlaq Şüş kəndindən gəlmə məhsullardır. Çox qəşəngdir. Cəviz 18-ə də gəlir, 16-ya da, 17-yə də. Naxçıvanda köhnə bazara gəlmişik. Görək buradakı qiymətlər necədir? Kənd sakinləri əksəriyyəti öz əkdikləri məhsulları gətirib burada satır və buna görə də məhz buradakı qiymətlər digərləri ilə müqayisədə daha ucuz qiymətə olur. Günün demək olar ki, son saatlardır. Buna görə siz bazarda adamların sayını az görə bilərsiniz, amma təbii ki, səhər tezdən və digər saatlarda nisbətən daha çoxluq olur. Bəzi məhsulların üzərində qiymətləri görürük, amma istəyirəm ki, biz satıcılarla da bir danışaq. And olsun Əbdüləlin ölmüşünə. Bax, Əbdüləli kimdir? xoş gəlmisiniz. Xoş gördük. Buyurun, meyvələrimizdən qonaq ola bilərsiniz. Narın qiymətini öyrənə bilərik. Narın qiyməti var. 1 manat 50, 2 arası dəyişir. Hara narıdır? Bakıdan gələn nar da var, yerli narımız da var. Yeri nar hardan gəlir? Naxçıvan, Ordubad, Naxçıvan, Qırıq kətlərindən hər yerdən gəlir. Bəs üzüm, digər meyvələr? Üzüm Nehrəm üzümü də əsas. Bir də Bakıdan gəlmə salyan üzümüdür. Şahbuzun Qızıl Qışlaq Şüş kəndindən gəlmə məhsullardır. Hamısı ev istehsalı olan şeylərdir. Qiyməti neçədir? 10 manat çaşır, 30 manata qədər dəyişir. Obiyomuna görə də. Baldırğanda 13-15 belə. Bunun tərkibi çox gözəldir. Bu kölgədə qurudulur. Buzlu suya basdırılır, çıxarılır, sonra qurudulur. Burada yer pulu ödəyirsiniz siz. Nə qədər ödəyirsiniz? 150 manat. 5 manat günü pul ödəyirik. 6-cı bazar günləri var. Dincəliş var. Cəmaət çünki kətlərdən gəlirlər, yaxın yerlərdən hamı gəlirlər, burada alverirlər. Tarih 5 manatdır, belə də tut qurusu 3 manatdır. Qul turşusu da olur. Zakat olunmuş hamısı. Belə yemişəm. Hə, belə turşu da. Qəşəng. Çox ləzzətli görünür belə baxanda. Mənəm Ləzzətlidir, çox dadlıdır. Bu ən gözəl dağ otlarından biz səhlət deyirik buna. Bunun kökü vapşı dərmandır. Öyle, yəni bu özü öksürəyə qarşı. bunları kim yığıb hazırlayır? Özüm paketləyərəm, özüm yığaram, dağdan Ay, qat gətirib maşallah. qurudaram. Bunlar da kölgədə qurulur, hamısı qurudulur. Şukurun bu çiçəyidir, bunun özü də onkoloji xəstəliyə çox qəşəngdir. Qəzin pərdəsidir bu. Həm ürəyi üçün xeyirdir, həm də böyrəklər üçün. 20-30 dənəsini açılır termosa, dəmlənir 15-20 dəqiqə sonra gün ərzində 3 dəfə, 4 dəfə içə bilərsiniz. Bu da qatır quyruğudur. Qatır quyruğu. Bu da böyrək üçündür. Məsləhət görürəm insan o qaçıb aptekdən avar-vara dərmanları almasınlar. Dazı otu. Daz otu. Ruslar buna ziveraboy deyirlər. 1001 dərin dərmanıdır. Mədə bağırsaq, iltihab, böyrək, mədə altı məz, hamısı xeyirli. Dəmli içməlisən. Öz məhsullarınızdır. Bəli, öz məhsullarım. Burada yaşayırsınız. Şahbuz rayonunun Keçili kəndindənəm. Siz həm bunları hazırlayırsınız, həm də gətirib satırsınız. Hə. Maşallah olsun sizə. Dadına baxa bilərəm. Bax canım. Elə bir dənəsini çəkin yeyin, nə olacaq? Çək Çoxdur. bir. Çox qəşəngdir. Cidden. Çox dadlıdır. Qiymətlər aha cəvizdir, qozdur. 18-ə də gəlir, 16-ya da, 17-yə də. Bu aha 10 manata gəlir. Ərişdələr 3 manatdır. Şor 3 manat 50 qəpiyə. Otlar Keçilin elə öz məhsullardır. Gəlir. Bunlar alma sirkəsidir. Tutdu şaplarıdır. Alma sirkəsini də özünüz hazırlamısınız. Hə. Necə eləyirsiniz deyə bilərsiniz reseptini? Un qəşəng doğrayırsan, qəşəng suyunu tökürsən, duzunu atırsan, içinə pesoğunu atırsan, onu 6 ay müddətində saxlayırlar. 6 ay 6 ay müddətində qaranlıq bir yerdə qalır. Ondan sonra çıxardırsan satışa. indi o qədər sirkə üçün nə qədər alma lazım olur sizə? 10 kiloluğa məsələn bir 5 kilo alma gedir. Sirkəni neçə satırsınız? 1 litri 3 manata gəlir. 3 manata. Bəs mürəbbələ? Mürəbbələr də 10 manata gəlir. Alıcılar nə deyir? Məsələn, necə olur? Bir gün ərzində nə qədər qazana bilirsiniz? Müştərilərin cibində pul yoxdur. Almırlar. Almırlar, gücləri çatmır. Soruşub gedirlər. Bu 2 aydır bu 2 məhsul mənim qabağımda soruşub keçərlər. Amma marketdən hər kəs əli dolu çıxır axı. Marketdə də işləmişəm. 1 il 7 ay market işçisi olmuşam. Pullular alıb çıxıb, pulsuzlar heç də eləyə bilər. Pulsuzların ancaq beləncə bazarlardır.
Burada samovar çayı verilir. Salam aleyküm. Hər vaxtınız xeyir. Necəsiz? Nə var, nə yox? Bazar olsun. Necə gedir işlər? Şükür, yaxşıdır, sağ olun, çox sağ olun. Təzə açmısınız buranı? Təzə açmışıq, bəli, hardasa bir 15 gündür. İnşallah yaxşı olar. Odundan samovar çayı, qəşəng tava yeməklərimiz. Hansı yeməklər olur? Cızbız olur, nə axı? Toyuq sinəsi ilə kartoşka qızartması olur, kutab olur, kətir olur. Qiymətləri necə olur? Qiymətlər də uyğundur valla. Yürümək eləyirik, bazar üçündür də, 2 manata. Burada siz yerdə düzəltmisiniz, yerdə çək. Hələ biraz havalar soyuqdur. Bəli, havalar soyuqdur deyənə inşallah yaya yəqin ki yaxşı olur. Samovar çayının qiyməti neçədir? Bax, o mənə maraqlıdır. Samovar çayında qiyməti 2 manatdır. Limonlu çay, samovar çayı 2 manatdır. İndiki vaxtda samovar çayını 2 manata harda tapmaq olar? Naxçıvanın köhnə bazarında. Bizdə şahbuz suyunu. Çox sağ olun, həmişə gözləyirik, qonağımız ola bilərsiniz. Demək, bostan məhsulları Şərurda qəşəng olur, öyrəndiyimizə görə. Amma meyvədirsə, söhbət meyvədən gedirsə, Şahbuzda, Ordubadda daha dadlı olur. Babəkin nəyi məşhurdur? Babakin bugünkü gündə soğanıdır, kartoşkasıdır, kəlam gətirmişik. Babakin ən əsas, ən gözəl olan pincarı məşhur olur sezon vaxtlarında. İndi biraz alayağı kəsilibdir, panik gəlir ona görə. Tərximi məşhurdur. Bəs qiymətləri neçədir sizdə? Soğan 60 qəpiyə, kəlam 70 qəpiyə, kartoşka 70 qəpik, 60 qəpik, 50 qəpik. Öz məhsullarınızı gətirəndə qiymətdə fərq eləyir, yəni bazarın digər məhsullarından. Öz məhsulumuzdur, biz istədiyimiz qiymətə aşağı sata bilirik də. Əlbəttə ki, alıb satmırıq ki. Ailəniz sadəcə buradan qazandığınız pulla Bəli, bəli. dolanır. Burayla dolanır. Necə keçir yəni? Şükür Allaha. Şükür. Qara turpun qiymətini öyrənə bilərik. 3 manat tapmaq olmur. Qara turp nəsə çox az tapılır. Hardan gətirmisiniz qara turpu deyə? Şərurdan. Şərurda yetişdirilir qara turp. Özümüz yetişdiririk onu. Bunun yetişdirilməsi üçün nəsə xüsusi qaydalar var, yoxsa rahat yetişir? Rahat yetişmir, onu damla ilə əkdirib becərik. Bu hər yerdə o dəqiqə yetişmir də. Yetişmir, ona görə baxarsan da. Xüsusi qulluq tələbi. Bəli. Hansı faydaları var qara turpun? Ciyardır, böyrəkdir, ürəyə xeyri var. Onu bal tökürsən onun içinə, qoyursan, bir həftə qalandan sonra onu istifadə edirsən. Öskürək falan olanda kəs. Hamısını bəli. Qara kökdü özümüz becərik. Naxçıvanda yoxdur ondan. O kökün qiyməti neçədir bəs? Bu 1.50-dir, o 3 manat. Nəyə görə qiymətləri bu qədər Ona fərqlidir? görə ki, onun böyrəkdir, ciyardır. Nasıl Gərək görə? faydası var. 10 gün gərək istifadə eləyəsən. Küncüt alvas. Tələbat var buna? Bəli, var. Var hə. Yarısı Neçəyə yoxdur. satırsınız? 15 manat. Enerji deposudur. Enerji deposu, bəli, bəli. Üstədir, qozdur, yazılıb üstündə. Baxa bilərsiniz. Küncütdür, Mətin, dadına baldır, baxırsan. kəşyu. Dadına baxaq görək necədir. Bunu yeyirsən, bir gün yemək yemirsən. 1 hour later. Bugün Naxçıvanın köhnə bazarını çəkib sizə göstərməyə çalışdıq. Bu bazarı digərlərindən fərqləndirən əsas məsələ təbii məhsullara daha çox yer verilməsidir. Və məhsullar təbii olduğuna görə çox dadlı, ləzzətli və eyni zamanda qiymətləri də çox münasibdir. Odur ki, əgər Naxçıvana qonaq gəlirsinizsə, köhnə bazara gəlib buradan təbii məhsulları əldə edə bilərsiniz. Dağlarda bitən otlar, başqa yerdə tapa bilməyəcəyiniz bitkilər, məhsulları buradan alıb evinizə yollana bilərsiniz və gələcəkdə də həmin məhsulları istifadə edə bilərsiniz. Naxçıvanda köhnə bazara gəlmisinizmi? Əgər gəlibsinizsə, burada məhsullardan almısınızsa, rəy bölməsində mütləq şəkildə fikirlərinizi bildirin.